Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Dəyərli izləyicilər, əziz müsəlmanlar, sizləri İlahi Kitablar verilişindən salamlayıram. Bugünkü mövzumuz Qur'an-ı Kərimdə yer alan xitablar barəsindədir. Ötən bəslərdə buyurduq ki, Qur'an-ı Kərimdə insan şərəfli varlıq, üstün varlıq bildirilmişdir. Və Qur'an-ı Kərimin göstərişlərindən istifadə etmək üçün özümüzü Qur'an-ı Kərimin dinləyicisi qərar verməliyik. Qur'an-ı Kərimi dinləməliyik. Bu kitab dinləməklə insanları Allaha tərəf hidayət edir. Heç şübhəsiz bizlər hər hansı bir məsələni, önəmli hadisəni çatdırmaq istədikdə üzümüzü həmən şəxsə döndəririk. Tam bədənimiz o tərəfə yönəlir və əhəmiyyətli sözü, önəmli sözü ona deyirik. Məsəl üçün, müəllim əgər sinifdə olan şagirdlərinə önəmli bir məsələni çatdırmaq istəyirsə, buyurur ki, hörmətli şagirdlərim. Hörmətli şagirdlərim ifadəsi bir müraciətdir. Bu müraciətin arxasında bir göstəriş var. Məsələn, hörmətli şagirdlərim, dərslərinizi oxuyun, valideynin sözünə qulaq asın. Demək, hər bir müraciətin arxasında bir göstəriş yatır. Müraciət nə qədər yumşaq, nə qədər mülayim, nə qədər mehriban olarsa, bu göstəriş də bir o qədər öz effektliyini verəcək. Qur'an-ı Kərim də öz məsələlərini çatdırmaqda bu üslubdan istifadə edib. Bir çox məsələlərini çatdırmamışdan qabaq, müxatəbə, dinləyiciyə öz sözünü çatdırmaq üçün müəyyən ifadələrdən istifadə edib. Bu ifadələr ərəb dilində xitab adlanır. Xitab üz-üzə danışmağa deyilir. Amma hər üz-üzə danışmağa deyil. Bəlkə bir insan önəmli bir məsələni çatdırmaq istəyirsə, bir şəxsi özünə müxatəb qərar verir. Yəni üzünü ona çevirir, ta önəmli məsələni ona çatdırsın. Beləliklə, xitab həm çağırmağa deyilir, müxatib çağırılan şəxsə deyilir, xətib isə çağıran şəxsə deyilir. Yəni, Qur'an-ı Kərimdə Allah bir mənada xətibdir və biz insanlar müxatəbik, yəni Allahın çağırdığı şəxslərik. Allah, lakin müəyyən bir məsələni bizə xitab edərkən müraciət formalarından istifadə etmişdir. Ümumi olaraq Qur'an-ı Kərimdə bu müraciət formaları məzmun baxımından bir-birindən fərqlidir. Bəzən Allah Teala vasitə ilə insanlara xitab edir. Məsələn, Kafirun surəsində belə oxuyuruq. Qul yə əyyuhəl kəfirun. Ey Rəsulum, de, ey kafirlər. Allah Teala burada birbaşa müstəqim olaraq kafirlərə xitab etmir. İlk növbədə öz rəsuluna deyir ki, ey rəsulum, de, ey kafirlər. Bəzən isə Allah Teala müstəqim olaraq, heç bir vasitə olmadan həmən şəxsə öz sözünü deyir, öz xitabını çatdırır. Məsələn, ya Musa, la təxəf, inni la yaxafu lədəyyəl mursəlun. Ey Musa, qorxma, elçilər mənim huzurumda qorxmaz. Burada Allah Teala Musa əleyhissalamla birbaşa danışır, birbaşa müraciət edir. Bəs yaxşı, belə sual yarana bilər ki, nə üçün ilahi nidalarda, ilahi xitablarda bu fərq var? Bəzən Allah Teala vasitə ilə danışır, bəzən vasitəsiz. Heç şübhəsiz bunun cavabı məlumdur. Allah Teala hər bir insanın mənəvi durumuna əsasən danışır, mənəvi tutumuna əsasən danışır. Kafir olan şəxs həqiqətə kördur, həqiqəti görmür. Həqiqəti görməyən bir şəxs Allahın birbaşa müraciətinə layiq görüləsi şəxs deyil. Amma Musa əleyhissalam kimi bir şəxs ilahi məqama yetişib, belə bir şəxs Allahın birbaşa sözünü eşidə bilər. Allahı birbaşa dinləmək potensialı var bu şəxsdə. Eyni zamanda Qur'an-ı Kərimdə xitabın dərəcələri də var. Bu xitablar insanların
dediyim kimi, mövqeyinə, tutumuna, imanına, mərifətinə əsasən fərqlənir. İlk xitab bütün insanlara xitabdır. Ey insanlar, ya əyyuhənnəs. Bu xitabın mahiyyəti ondan ibarətdir ki, bütün bəşəriyyət Qur'an-ı Kərimin müxatəbidir. Bütün bəşəriyyət, bütün insanlar cinsindən, irqindən, dinindən, məzhəbindən, məktəbindən asılı olmayaraq Qur'an-ı Kərim bütün insanlara xitab edir. Ey insan deyərək bütün insanlara xitab edir ta Allahın sözünü dinləsinlər. Bu Qur'an-ı Kərimdə yer alan ən ümumi xitabdır. Qur'an-ı Kərimdə təxminən 23 dəfə təkrarlanmışdır. İkinci dərəcəli xitab kitab əhlinə müraciətdir. Qur'an-ı Kərimdə ey əhli kitab, ey kitab əhli deyə müraciətlər də yer alır. Bu ey insanlara xitabdan sonra ikinci dərəcəli xitabdır. Artıq burada müəyyən insanlar, məhdud insanlar nəzərdə alınır. Dördüncü xitab forması, daha doğrusu üçüncü xitab forması isə iman əhlinədir. Artıq xüsusiləşir. İnsanlardan, kitab əhlindən xüsusiləşərək iman əhlinə, Həzrəti Peyğəmbərin ümmətinə müraciət olunur. Bu müraciət "Yə əyyuhəllədinə əmənu" ifadəsi ilə başlayır. Bu ifadə barəsində sonradan danışacaq inşallah deyə bu qədər işarə edirəm. Digər xitab, üstün xitab ağıl sahiblərinədir. "Yə ulul əlbəb" və yaxud bəsirət sahiblərinə, "Yə ulul əbsar". Bu dördüncü xitabdır. Beşinci xitab isə heç şübhəsiz Allahın öz elçilərinə xitabıdır və nidasıdır. Məsəl üçün, "Yə əyyuhər rəsul", ey göndərilmiş rəsul, "Yə əyyuhən nəbi", ey nəbi, ey xəbərdar verən. Demək, Qur'an-ı Kərimdə 5 dərəcəli xitab var. Diqqət olunsa, bunların hamısı insandır. Ümumən, Qur'an-ı Kərimdə yer alan xitablar insanadır. Əgər qeyri-insana da Allah xitab edirsə, dolayı yolla yenə sözünü insana çatdırmaq istəyir. Demək, bu saydığımız 5 xitab insanların mərifətinə, insanların imanına, durumuna görə fərqlənir. Peyğəmbər də insandır, digərləri də, yəni birinci dərəcədə yer alan da insandır. Bəs niyə görə Allah Teala bir dəfə ümumi danışır, bir dəfə ey əhli kitab deyir, bir dəfə ey iman gətirənlər deyir, bir dəfə ey ağıl sahibləri deyir, bir dəfə də ey rəsulum, ey nəbim deyir. Heç şübhəsiz bunun cavabı insanların mərifət və tutumuna görədir. Dediyimiz kimi, Qur'an-ı Kərimdə ən çox işlənən xitab ey iman gətirənlərədir. Yə əyyuhəlləzinə əmənu ifadəsi Qur'an-ı Kərimdə ümumi olaraq 87 dəfə keçmişdir. İlk xitab Bəqərə surəsinin 104-cü ayəsində, sonuncu xitab isə Təhrim surəsinin 8-ci ayəsindədir. Qur'an-ı Kərimin demək olar ki, bir çox surələrində yer alan bu ifadə iman əhlinə Allahın xitabı və nidasıdır. Dediyimiz kimi, iman əhli Həzrəti Peyğəmbərin, Allahın ona və ailəsinə salam və salavatı olsun, ümməti nəzərdə tutulur. Yə əyyuhəlləzinə əmənu, ey İslam Peyğəmbərinin ümməti. Yəni, bu mənadadır. İnşallah, gələn müzakirələrimizdə bu xitab barəsində siz əzizlərlə daha ətraflı formada inşallah danışacağıq. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu. إن هذا القرآن